Belə bir hadisə edirlər. Deyirlər Musa peyğəmbərə şeytan dedi ki, deyirən Allaha mənə bağışlasın. Musa da Allaha deyir, ya Rəbbəl aləmin, deyir mənə bağışlayar da sən rəhmansan, rəhimlisən. Allah deyir bağışlayaram. Bir şərtlə Adəmə səcdə eləsin. Deyir axı Adəm dünyasını dəyişib. Deyir qəbrinə səcdə eləsin. Şeytana deyəndə şeytan qayıdır, deyir heç diriliyində səcdə eləməmişəm, öləndən sonra səcdə eləyəcəm. Bu məsələsi bunun. Bəli. Məsələ bu. Ağıl ki elə vəhiydən üst çevirdi, ağıl vəhiydən üst çevirdi, keçir nəfsin itaətinə. Neytralda qalmır. Belə deyil ki, nə nəfsə itaət eləsin, nə vəhyə itaət eləsin. İkisindən birini itaət edir. Ona görə Əmirül-Müminin nə qəşəng deyir? Nəhcül Bəlağa. Kəm min əqlinəsirin təhdə hava əmirin. Bəzi ağıllar var ki, onun əmiri nəfsaniyyətdir. Onun nəfs ona hökm verir. Bəzi ağıllar var ki, nəfsə kölə oldu. Nəfsə nə oldu? Kölə oldu. Əmirül-Müminin sözüdür ya. Vəhyin itaətindən çıxdı, keçdi oldu nə? Nəfsin köləsi. O qədər nəfsə itaət eləyir, nəfs olur ilah. Ayə deyirəm. Əfarəəytə Qurandadır. Mən ittəxəzə ilahəhu həvahu. Gördüm o kəsi ki, ay Peyğəmbər öz ilahını həva istəyi nəfs elədi. İlahını nəfs elədi. Demir, ha, nəfsini ilah elədi. İlahı var idi zaten bunun. Fitrətən bunun ilahı var idi. Rəbbi var idi. Həmən ilahı neynədi? Nəfsi qərar verdi. Ayədir. Bəli, ağıl həddini aşanda insan nəfsi olar ilah. İlah da ən axırıncı sözdür ya. Birinci gəlir Allah, hə? Sonra gəlir Xaliq. Sonra gəlir Malik. Sonra gəlir Rəbb. Axırda gəlir ilah. Allah xəlq etdi. Xəlq edəndən sonra sənin malikindir, sahibindir. Səni atmayıb. Üstə gəl sənə Rəbbdir, səni tərbiyə eləyir. Sənə bağbanlıq eləyir. Səni əlindən tutur. Bu mərhələlər keçəndən sonra gəlir ilah mərhələsi. İlah ən axırıncıdır. Bir halda ki, Allahımdır, Xaliqimdir, Malikimdir, Rəbbimdir, onda elə ona pərəstiş eləməliyəm. Oldu mənim ilahım. Peyğəmbər də bunu deyir. Qulu la ilahə illəllah tuflihu. Deyin ilahə illəllah. Bu ilahı deyin Allahdır. Onu inanda qurtulun. Bu ilahı demək üçün 4 dənə mərhələni keçməlisən. Allah, Malik, Xaliq, Malik, Rəbb. Ondan sonra ilah. Peyğəmbər ona görə axırda bu kəlməni dedi. O müşküldür bu kəlmə. Ona görə bəzi insanlardan soruşanda ki, sən Rəbbin kimdir? Onlar deyə bilməyəcəklər. Mənim Rəbbim Allahımdır. Çünki onlar Rəbbləri kimdir? Nəfsləridir. Əmirül-Müminin bir ziyarətnaməsi var. Qəbirsanlıq əhli ilə bağlı. Deyir, ya əhlə la ilahə illallah. Qəbirsanlıq əhlinə deyir. Ay la ilahə illallahın əhli. Əhlisə də əgər. Ya əhlə la ilahə illallah. Bihaqqi la ilahə illallah. San verəm la ilahə illallahın hörmətinə. Əmirül-Müminin sözləridir. Keyfə vəcəddum qovlə la ilahə illallah. La ilahə illallahın həqiqəti necə tapdınız bərzəxdə? Sizə and verirəm la ilahə illallahın hörmətinə. Onlar ki, la ilahə illallahın əhli olublar. Onlar başa düşürlər. Amma bəzi insanlar var ki, elə ki, qəbirə qoydum, mələkə sual verdim, mən Rəbbuk deyə bilmir. Zaman lazımdır. Çünki Rəbb Allah olmayıb. Nəfsi olub, nəfsi. Deyə bilmir. Necə ki, bəzi vaxtlar insan yuxuda görürsən, kimisə çağırmaq istəyən, dilin tutulur. Qaçmaq istəyən, qaça bilmirsən, danışmaq istəyən, danışa bilmirsən. Yuxuda olur da hərdən, hə? Hə, insan canı üstə düşəndə də elədir. Qəbrə qoyanda da belədir. Hər adam deyə bilməyəcək. Rəbbi Allah, Rəbbim Allahdır. Bəli. Vəhyi kənara atan ağıl
nəfsin xidmətinə, itaətinə keçir və olur nəfsin köləsi. Amma vəhyin itaətində olanda ağıl olur hür, nəinki kölə.